Göyləri və yeri yaradan, mələkləri 2, 3 və 4 qanatlı elçilər edən Allaha həmd olsun. O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən Allah hər şeyə qadirdir. Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də ondan başqa heç kəs verə bilməz. O, qüdrətlidir, müdrikdir. Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi biz veririk. Onları öldürmək həqiqətən də böyük günahdır. Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur. Bir şiddətlə titrədiyi zaman, dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz torpağa döndüyü zaman, siz 3 dəstəyə ayrılacaqsınız. Sağ tərəf sahibləri, nə xoşbəxtdir sağ tərəf sahibləri. Sol tərəf sahibləri, nə bədbəxtdir sol tərəf sahibləri. Xeyrxalq işlərdə öndə gedənlər, cənnətdə də öndədirlər. Onlar, Allaha yaxın olanlar, nəyin bağlarında qalacaq kimsələrdir. İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan saptırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Ayələrimiz onlara oxunduğu zaman, sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirir. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə